Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salavatullahi ve selamuhu ala rasulihi ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli zəvvarlar, Duyufur Rahman, mərhəmətli Allahın qonaqları. Allah'a həmd olsun, şükürlər olsun ki, Rəbbimiz bizə nəsib elədi. Biz gəldik, onun evini ziyarət elədik, ibadətlər elədik, namazlar qıldıq, dualar elədik, ehtiyacı olanlar öz Rəbbinə dərdini dedi, ehtiyaclarını istədi, onun kitabını oxudu, bütün xeyirlərlə öz Rəbbinə yaxınlaşdı. Bu Allahın bizə olan böyük neymətlərindəndir, qardaşlar və bacılar. Buna görə Allah Teala şükür eləmək lazımdır. Allah Teala buyurur ki, وَاِذْ تَأَذَّنَ رَبُّكُمْ لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Rəbbiniz xəbər verdi ki, siz şükür etsəz, sizə olan neymətlərimi artıraram. Elhamdülillah, Allah Teala artırar sənin üçün ümrə ziyarətlərini, dəfələrlə ümrə edərsən, həmçinin Allah Teala sənə həz nəsib eləyər. Şükür eləsən əgər Allah Teala'ya. Və əziz qardaşlar və bacılar, bilmək lazımdır ki, ümrə kiçik ibadət deyil. Ümrə günahların bağışlanmasına böyük səbəblərdəndir. Necə Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, hədisdə Əl-umratu iləl-umrə kəffaratun limə beynəhumə. Bu ümrədən digər ümrəyə ikisinin arasında olan günahlara kəffarədir. Allah Teala ümrənin səbəbi ilə insanın günahlarını bağışlayır. Şükürlər olsun ki, Allah bizə nəsib elədi, müvəffəq elədi, asanlaşdırdı bizim üçün. Bir çox insanlar var ki, baxmayaraq ki, onların maddiyyatları çoxdur, lakin Allah onlara nəsib eləmir. Bu nəyi göstərir bizə, əziz qardaşlar? İbadətlər maddiyyatla deyil. İbadətlər nə iləndir? Nə iləndir, qardaşlar, ibadətlər? Allahın müvəffəq etməsi iləndir. وَمَا تَوْفِقِ إِلَّا بِاللّٰهِ عَلَيْهِ تَوَكَّلْتُ Necə Allah Teala Peyğəmbəri öz qövmünə deyir, mənim müvəffəqiyyətim Allahdandır. Ona təvəkkül etmişəm. İçimizdə elə qardaşlar var ki, onların bu səfərə çıxmağa maddi imkanı yox idi. Lakin Allah nəsib elədi ona. Allah Teala kiminsə qəlbinə saldı və o da səbəb oldu, gəldi bura həmin adam. Bu Allahın müvəffəqiyyətidir. Lakin qardaşlar və bacılar, əlhamdülillah, səfər idi. Səfərdə yaxşı da olur, pis də olur, çətinlik də olur, rahatlıq da olur. Hər halda mən öz növbəmdə birinci yaşlılardan, ağsaqqallardan, həmçinin ağbirçəklərdən və sonra digər bacılardan, qardaşlardan, əgər nəsə naqislik olubsa, xətalarımız olubsa, öz üzərimizdə düşən vəzifədə nəsə naqisliklər olubsa, əvvəlcədən deyirəm ki, halallıq verin, haqqınızı halal edin. Allah məni də sizdə bağışlasın. Bacardığımız qədər çalışdıq ki, sizə şəriyi, Allah və Rasulunun məlumatlarını çatdıraq və bu da bizə Allah Teala'nın əmridir. Həmçinin Muhammed sallallahu aleyhi ve sellem'in əmridir ki, insanları öyrədin. Allah Teala buyurur ki, qul hədihi səbili ədəv ilallah, de ki, bu mənim yolumdur, Allah'a dəvət edirəm. Bizim işimiz, hər bir müsəlmanın işi Allah'a dəvət eləməkdir. Mühüm vəzifədir bu. Muhammed sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, bəlliğu anni vələv əyə, məndən bir ayə olsa da insanlara çatdırın. Əlhəmdülillah, çalışdıq ki, sizə çatdıraq. Lakin ola bilər bilərəkdən, bilməyərəkdən nəsə xətalarımız olur, qusurlarımız olur. Əvvəlcədən hər birimizdən ayrı-ayrılıqda üzr istəyirəm. Allah mənə də sizə bağışlasın. Xeyirlər, faydalar, bərəkətlər, neymətlər hər bir aləmlərin Rəbbi olan Allahdandır. Xətalar isə bizim nəfsimizdən və şeytandandır. Həmçinin qeyd eləmək istəyirəm ki, kimlər ki, qardaşlar, ola bilər bacılar da, biz indi bilmirik, aralarında nəsə olubsa, yəni görməzdən gəlmək lazımdır, ötürmək lazımdır, qəlbdə saxlamaq lazım deyil. Allah Teala bizdən əvvəlki möminlərdən danışanda görün onları necə vəsf eləyir. Və hər birimiz bunlardan ola bilərik, bu kəslərdən. Allah Teala buyurur ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ
وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا اِنَّكَ رَؤُوفٌ رَحِيمٌ. Allah Teala deyir ki, əvvəlkilərdən sonra gələnlər deyərlər ki, ey Rəbbimiz, bizdən əvvəl iman gətirmiş qardaşlarımızı, müsəlmanları bağışla. Təsəvvür et, sən özündən əvvəlkilər üçün Allahdan bağışlanma diləməlisən ki, ya Rab, onları bağışla. Bizim qəlbimizdə möminlərə qarşı nifrət etdirmə. Mömin insan öz bacısına və qardaşına nə olursa olsun nifrət etməməlidir. Ola bilər sənə qarşı haqsızlıq eləyib, xəta edib, sən doğrusan, düzsənsən, lakin Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Kim bir məsələdən, mübahisədən haqlı olaraq çəkinərsə, məsələn, sən mübahisə edirsən bir adamla, sən haqlısan, o haqsızdır. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kim bir məsələdən haqlı olaraq çəkinərsə, Allah ona cənnətin kənarında ev verəcək. Elhamdülillah, seçim səndir. O evi istəyə də bilərsən və ya deyə bilərsən ki, ya Rab, mən nəfsimi müdafiə edəcəm, ev mənə lazım deyil. Lakin mömin belə deyil, mömin istəyər Allahdan. Elhamdülillah, bir-birimizi bağışlayın, halallıq verin, keçin. Bir-birimizin xətrinə dəymiş isə, elhamdülillah, əff eləyək. Allah Teala buyurur ki, ələ tuhibbuna ən yəğfirallahu ləkum. Məgər siz istəmirsinizmi Allah sizi bağışlasın? Bilirəm, belə bir ciddi şey yoxdur. Lakin elhamdülillah ola bilər. Və son olaraq, əziz qardaşlar və bacılar, sizə Allahın nəsiyyətini xatırlatmaq istəyirəm. Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّكُمْ مَنِ اتَّقُوا اللّٰهِ. Biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi, sizə də Allahdan qorxmağı tövsiyə etdik. Allah Teala bizdən əvvəlkilərə özündən qorxmağı tövsiyə edib. Və bizə də Muhammed ümmətinə sallallahu aleyhi və səlləm tövsiyə edir ki, Allahdan qorxun. Və Allahdan qorxun deyəndə, əziz qardaşlar, o demək deyil ki, sən evində oturub tir-tir əsməlisən Allahın qorxusundan. Bu belə başa düşülmür. Bəzi insanların xəta fəhmi üzərində başa düşülmür. Allah qorxusu o deməkdir ki, Allahın əmirlərindən bacardığın qədər yerinə yetir və qadağalarının hər birindən çəkin. Təqva budur. Alimlər Allah qorxusuna izah verəndə deyiblər ki, Allah qorxusu o deməkdir ki, sən Allaha demək istəyirsən ki, ya Rab, mən sənin əmirlərindən bacardığın qədər yerinə yetirəcəm, qadağalarının da hər birindən çəkinəcəm, buna görə sənin mənə əzabın dəyməsin, məni cəhənnəmə salma. Allah qorxusu babıdır. Və elm əhli, necə bundan əvvəlki söhbətlərimizə qardaşlar qeyd eləmişdik, elm əhli buyurur ki, bir ibadətin qəbul olmasının əlamətləri var. O əlamətlərdən də biri, o ibadətdən sonra sən dəyişməlisən. Şərdən xeyrə, pisdən yaxşıya, talih əməldən salih əmələ islah olmalısan. Əgər səndə islahat olmayacaqsa, bilginən ki, Allah o ibadəti səndən qəbul etməyib. Və həmsinin bilmək lazımdır ki, insan ibadəti edəndən sonra arxayınlaşmamalıdır. Məsələn, bəzi insanlar həcc və ümrə barədə elə düşünürlər ki, mən ömrümdə bir dəfə həcc eləsəm və ümrə etsəm, artıq Allahla hesablaşdım. Belə deyil, əziz qardaş. Sən heç bilirsənmi, Allahın elə mələkləri var ki, necə Muhammed sallallahu aleyhi ve sellem hədisdə onları vəsf eləyib ki, Allahın elə mələkləri var ki, onlar yaradılandan səcdədədirlər və qiyamətə qədər başlarını səcdədən qaldırmayacaqlar. Qiyamət günü səcdədən qalxıb deyəcəklər ki, ya Rab, mə abədinəkə haqqa ibadətik. Ey Rəbbimiz, biz sənə haqqı ilə ibadət etmədik. Təsəvvürə gətir, elə mələklər var ki, Allah onu yaradandan səcdədədir. Heç vaxt başını qaldırmıyor və qiyamətə qədər qaldırmayacaq. Və qaldıranda da deyəcək ki, ya Rab, mən sənə haqqı ilə ibadət edə bilmədim. Təsəvvür elə, əziz qardaş. Yəni, bütün bunlar bizə onu göstərir ki, biz hansısa bir əməllə, həclə, ümrə ilə, namazla, orucla Allahın haqqını verə bilmərik. Vallahi sən nə qədər eləsən də, Allah səndən daha çox eləyir. Sən bir dənə özün üçün ibadət edirsən, Allah sənin bütün ailəvə baxır. Allah sənin yoldaşının, evladlarının ruzusunu verir, onları qoruyur, onları müdafiə edir. Bax, sən indi səfərdəsən, Allah onları himayə eləyir. Bunu da Muhammed sallallahu aleyhi ve sellem bizə çatdırıb ki,
Səfərə gedəndə belə dua edin. O duanın içində bir kəlmə var. Baxın duanın əzəmətinə. Allahümmə əntə sahibu fis səfər vəl xalifətü fil əhl. Ey Rəbbim, sən səfərdə olanın himayədarısan, evdə olanı da qoruyan sənsən. Təsəvvür elə, Allahu Akbar. Subhanək. Həqiqətən də Allah Teala pak və müqəddəsdir. Təriflərə layiqdir, zikr olunmağa layiqdir, şükür olunmağa layiqdir. Bütün insan varlığı ilə, bədəni ilə Allahın qarşısında səcdə edilməyə Allah Teala layiqdir. Ona görə düşünmə ki, mən ümrə etdim, artıq hər şey yaxşıdır. Yox. Hələ bilmirsən Allah səndən o ümrəni qəbul edəcək, yoxsa eləməyəcək. Adəm əleyhissalam bilirsiniz, ilk insan, hansı ki bəziləri iddia edirlər ki, ilk insan o deyil. İlk insan odur, Allah Teala Quranda deyir. Allah Teala onun iki oğlundan bizə Quran-ı Kərimdə danışır. وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ إِبْرَاهِيمَ آدَمَ بِالْحَقِّ إِذْ تَقَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ. Allah Teala diyor ki Muhammed sallallahu aleyhi ve selleme, Adem'in iki evladının əhvalatını haqq olarak onlara danış. Nədir o iki evladın əhvalatı? Hər ikisi Allah üçün malından qurban, sədəqə demişdi. Allah birindən qəbul etdi, birindən qəbul etmədi. Olunmayan dedi ki, لَأَقْتُلَنَّكِ, səni öldürəcəm. Öz qardaşına deyir, səni öldürəcəm. Lakin salih əməli qəbul olunan qardaş dedi ki ona, İnnəmə yətəqəbbəlallahu minəl muttəqin. Allah hər adamdan qəbul eləməz. Allah ondan qorxanlardan, müttəqilərdən, gizlini aşkarı eyni olanlardan, Rəbbinə bəzi vaxtlarda ibadət edib, bəzi vaxtlarda mən sənin qulun deyiləm, daha sənə ibadət etmirəm deyənlərdən qəbul eləməyəcək. Allah yətəqəbbəl minəl muttəqin. Allahdan qorxanlardan qəbul eləyəcək. Ona görə arxayınlaşmayaq heç birimiz. Və salam, mən ibadət elədim, artıq cənnətdə müəyyən bir dərəcəm var və məqamım var. Yox. Tək ki Allah hər birimizdən qəbul eləsin, lakin arxayınlıq olmaz. Ola bilər ki Allah Teala səndən qəbul eləməz. Əməldə riyakarlıq ola bilər və s. Və son olaraq qardaşlar, istədim bunu sizə deyim. Allah hər birimizdən qəbul etsin. Allah Teala bizi öz nəfsimizə arxayın olmayan və Allahın rəhmətinə arxayın olan qullarından etsin. Salih insanlardan biri ölüm ayağında olur və o Muhammed sallallahu aleyhi ve sellemin hədislərini toplamaqla həyatını keçirdib. Və ölüm ayağında olanda alimlərdən biri gəlir onun yanına deyir ki, Allah səni bağışlasın və təsəlli verir ona. O da ölüm ayağındadır, deyir ona ki, sən nə deyirsən? Allah mənim kimisini bağışlayar. Yəni təkəbbürlü eləmir ki, mən ömrümü Muhammed sallallahu aleyhi ve sellemin hədislərinə həsr eləmişəm. Allah mənə bağışlayar da belə yox. Deyirsən, nə deyirsən? Görəsən Allah mənim kimi miskin, günahkar birisini bağışlayar. O da əzəmətli bir cavab verir. Deyir ki, vallahi, əgər qiyamət günü mənə deyilsə ki, ata, ana səni hesaba çəksin, yoxsa Allah, deyir, mən Allahı seçərəm. Çünki Allah ata-anamdan da daha rəhmətlidir. Ona görə biz hər birimiz müsəlmanlar nəfsimizə, əməllərimizə arxayın olmamalıyıq. Aləmlərin Rəbbi olan Allahın rəhmətinə arxayın olub və Allahın rəhmətinə ümid eləməliyik. Allah hər birimizdən qəbul etsin. Allah sizləri qorusun. Nə yaxşı ki sizi tanıdıq. Elhamdülillah. Allah Teala sizi daim xeyir üzərində etsin. Salih əməllərimizi artırsın. Allah Teala sizə də, bizə də özünə itaətdə, ibadətdə geniş, xeyirli, bərəkətli, uzun ömür versin. Bütün xeyirlər Allah'tandır. Xətalar bizim nəfsimizdən və şeytandandır. Əqulu mə səmi'tum və əstəğfirullah li və ləkum və lisəl muslimin min kulli zəm fəstəğfiruhu innehu huvəl qafurur rahim.